Hər vaxtınız xeyir olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Kamran da adım, jurnalist, bloger, biraz tarixçi. İlk öncə biraz gənclərimizdən danışım, sonra sualım olacaq. Eyni sualım həm qazilərimizə, həm də şəhid ailələrinə. Bu gənclər 65 ölkədən buyurublar öz tarixi vətəninə. Bugün biz Laçındayıq. Xoş gəlmişsiniz vətənimizə. Və bu gənclərin arasında çoxsunu mən tanıdım. Bəziləri də bilirəm ki, böyük işlər görürlər müharibə zamanı. Burada bir oğlan var, Amerikadandır. Alqışlayaq onu. O, müharibədən sonra Amerikada işləyə-işləyə $7.000 toplayıb və orada bir afçarka it alıb göndərib Anamaya ki, bu həmin it burada minalardan bizim torpaqlarımızı xilas eləsin. Eşq olsun. Sonra burada bir talış balası var. O da hardasa Antwerpendə yaşayır. O da bir cəmiyyətin köməkçisidir. Sonra siz mən demiş olaraq, hamı yəqin ki, can yandırırdınız bu müharibə zamanı. İndi də düzdür. Eşq olsun sizə. Bəzi Avropada yaşayan bir neçə bizimkilər var. Onlara baxanda və sizə baxanda mən doğrudan da sizinlə fəxr edirəm. Sualım belədir. Həm şəhid ailələrinə, həm də qazilərimizə. Nə qədər siz müharibə zamanı və sonra hiss edirdiniz Azərbaycanımızın Avropada, Amerikada, başqa ölkələrdə yaşayan diasporanın dəstəyini, oradakıların sizə dəstəyini necə hiss edirdiniz və necə keçirdi onların sizin üçün köməyi və dəstəyi? Buyurunuz. Çox sağ olun, təşəkkür edirəm sualınız üçün. Mən bu mövzuda geniş biliyə sahib olduğum üçün doğrusunu mən cavablandırsam daha uyğun olar. Biz artıq 2020-ci ildə Vətən müharibəsində Zəfər Şəhid Ailənin Dəstək İctimai Birliyi fəaliyyətdə idi. Və eləcə də eyni zamanda Cənab Prezidentin sərəncamı ilə mən Yaşad Fondunun Himayəçilər Şurası üzvü təyin olunum. Və inandırım sizi, ən çox dəstəyi xaricdə yaşayan Azərbaycanlılardan alırdıq. Hər gün yazırdılar, hər gün messengerimizə zənglər gəlirdi, təkliflər gəlirdi, necə yardım edə bilərik. Sadəcə bizim öz təşkilatımızın Kanadada yaşayan həkimlər qrupu, Türkiyədə yaşayan, Almaniyada yaşayan həkimlər qrupu dayanmadan himayəyə götürdükləri ailələr oldu, şəhid ailələri, çox uşaqlı ailələrlə əlaqələri qurdu. Yəni bu böyük bir dəstək idi. Onlar həm də Sevinç xanım, onlar sizə fərdi müraciətləridir, amma yaşam marafonu keçirildi və sonra müharibədən sonra yarandı Yaşad Fondu və sonra artıq Yaşad Fonduna davamlı olaraq yəni həm də Yaşad Fondu Diaspora Dəstək Fondu ilə birgə marafonu da təşkil olundu. Artıq iki marafon təşkil olundu. Yəni bu çox böyük bir dəstək idi. Mənəvi dəstək və müharibə gedə-gedə bizə əlaqə quranları deməsidir. İsveçrədən belə hər yerdən yazırdılar ki, biz nə edə bilərik? Şəhidlərin əmanətləri üçün hansı yardımı göstərə bilərik? Bu vacib deyil ki, hansı bir maddi yardım. Əsas odur ki, onların bizim yanımızda olduğunu hiss edirik. Mən bir detal da vurguluyorum. Biz bu yaxınlarda şəhid övladlarını Amerikaya düşərgəsinə aparmışıq, Arda Universitetinin tərəfdaşlığı ilə. İnanın, heç əvvəlcədən də xəbərdar etməmişdik. Orada eşidən Virginia ştatından, eşidən Azərbaycanlılar, Washington DC-də yaşayan Azərbaycanlılar, sosial mediada paylaşım yaylar kimi yazırdılar. Biz necə görüşə bilərik? Biz o əmanətlərlə necə görüşə bilərik? Və görüşən hər kəs ağlayırdı, deyir, niyə ağlayırsınız? O uşaqları pis təsir edə bilər. Yoxdur, biz onlardan vətənin iyini hiss edirik. Onlar deyir, bizə Azərbaycanın əmanətləridir. Nə yaxşı ki, biz onlarla görüşdürdünüz. Yəni bu, bilirsiniz, bu bizim üçün böyük bir dəstəkdir, mənəvi dəstəkdir. Bizi düşünən biri var, bu sözü hiss etmək, bu duyğunu hiss etmək böyük bir mənəvi dəstəkdir. Harada olursanız olun, fərq yoxdur harada yaşayırsınız. Bizim də övladımız xaricdə yaşaya bilər, digərlərdir. Amma Azərbaycanlı olduğunuzu, soy kökünüzü heç zaman unutmayın, dəyərlərinizi unutmayın. Bu bizi böyük Azərbaycanlı edəcək. Əvvəldən sonra biz biləcək böyük Azərbaycanlı olacaq. Sonralar bildim, yəni o mənəvi dəstəyi Amerikada yaşayan Azərbaycanlı gənclərdən, bir də Türkiyədə yaşayan gənclərimizdən. Amerikada yaşayan gənclər şəhərin birində, ştatın birində, deyəsən Washingtonda, yoxsa bilmirəm, yaxşı bir
tədbir təşkil edirlər. Orada erməni diasporunun daha güclü olduğuna görə qadağan qoyurlar keçirməyə. O özlərini gənclər itirir, New York'a zəng edirlər. Oradakı gənclərimizə, bəs bizi burada qoymaqlar tədbiri keçirməyə. Şəhidlərin şəklini asmışdıq, hər şey eləmişdik, qoymaqlar. Orada görür, siz neyinirsiniz? Sağ olsun, hamısı, hər birinizə təşəkkür edirəm. O New York'da yaşayan gənclər tez restoranın birində onu təşkil edirlər. Bütün orada yaşayan Azərbaycanlıların hamısını çağırırlar. O tədbiri yüksək səviyyədə keçirir. Sonralar mən bir ildən sonra bildim ki, gənclərimiz belə bir dəstək ediblər Rəşadın şəhid olduğu günlər. Sonra da Türkiyədə yaşayan gənclərimiz Rəşadın adına İhsan süfrəsi təşkil ediblər. Onun imkansız ailələrə hədiyyələr ediblər Rəşadın adına. Yəni, hər birinizə təşəkkür edirəm. Bizim evlatlarımız bir aman uğrunda getdi. Vətən bütöv olsun, vətənin gələcək nəsillərində üzündə həmişə təbəssüm olsun, güclü olsunlar. Bizim də bax, bizə də mənəvi dəstək odur. O təsəllidir, sizin üzünüzdəki o gülüşü görmək. Sizin üzünüzdəki gülüşü görəndə mən Rəşadın üzündəki gülüşü görürəm. Sizin sevincinizi görəndə sizin Rəşadın sevincini görürəm. Sizin arzularınıza çatdığınızda Rəşadın arzularına çatdığınızda görürəm. Sağ olun, təşəkkür ederim.